To be fe'limiz köməkçi fe'ldir. Yəni, əgər cümləmizdə əsas fe'l yoxdursa, bizə köməkçi fe'llər lazımdır. Və bu köməkçi fe'llərimiz cümlələr yəni istifadə edərkən biz bu to be fe'llərindən, yəni to be köməkçi fe'llərindən istifadə edirik. Əsas fe'llərimiz var da, məsələn, get, gəl, bax, nə bilim, oynadı, güldü. Bu cür nə fe'llərimiz bizim artıq əsas fe'llərimizdir. Amma bu cümləmiz, yəni cümlə qurarkən bizim cümləmizdə əsas fe'li yoxdursa, biz bu zaman köməkçi fe'llərdən istifadə etməliyik. İndi isə köməkçi fe'llərimiz də, yəni belə deyim ki, to be adlanır. Yəni mənası əslində olmaq mənasındadır. Yəni özü isə köməkçi fe'llərdir. İndi gəlin bunları öyrənək. Bizim 3 dənə köməkçi fe'limiz var. 3 ədəd. Baxırıq. Birinci am'dir, am. İkinci is, üçüncü də are. İndi bunlar nə zaman, harda istifadə olunur, onları öyrənirik. Birinci şəxs əvəzlilərimizi yazaq. Şəxs əvəzlilərimiz hansı idi? I, mən, you, sən, həm də siz mənasını verirdi. Qarşısından da yazaq. I, mən, you, sən və yaxud da siz. Sonra deməli, o deyəndə kişi cinsində o, hətta burada da yazaq, 2.c qoyuram, yəni kişi cinsi. Sonra altında yazaq, she, o deməkdir, bu da qadın cinsində. Buna da yazaq, g.c qoyuram, yəni qadın cinsi. Sonra cansızlarda it var, it, mənası o deməkdir. Buna da cansız yazaq. Cansız. Sonra biz nə deməkdir? We, buraya yazaq, biz. Sonra onlar qaldı. They. Buna they də deyirlər, yəni ikisini istifadə edə bilərsiniz. Onlar. Deməli, bizim şəxs əvəzlərimiz bunlar oldu. I, mən, you, sən, həm də siz mənasını verir. He, o, kişi cinsində. She, o, qadın cinsində. It, o, cansızlarda. We, biz. They, onlar. İndi biz dedik ki, bizim köməkçi fe'limiz var, düzdür? İndi bu köməkçi fe'llər hansı şəxs əvəzliklərindən istifadə olunur, onlara baxırıq. Misal, mən sözü ilə, yəni mən şəxs əvəzliyi ilə daha doğrusu, bizim am köməkçi fe'limiz istifadə olunur. Am. Misal olaraq gətirək, deyirəm ki, mən tələbəyəm. Mən tələbəyəm. Artıq burada mən tələbəyəm desəm, necə deməliyəm? Birinci şəxsimi gətirirəm, yəni şəxs əvəzliyimi. Bir dəqiqə. Birinci şəxs əvəzliyimi gətirirəm, yəni I. I ilə hansı köməkçi fe'limiz istifadə olunacaq? Təbii ki, am. I am. Və tələbə təkdə olduğuna görə biz burada artikel qaydasından istifadə edirik. Bu artikel gələcəyin qaydası düzdür. Amma hal-hazırda onu bilin ki, əgər ismimiz təkdədirsə, an artikelından istifadə olunur. Cəmdədirsə, artikeldən istifadə olunmur. Deməli, I am a student. I am a student. Mən tələbəyəm. Gördüyünüz kimi burada am köməkçi fe'limiz yalnız birinci şəxs üçün istifadə olundu. Keçirik ikinciyə. Yəni həm sən, həm də siz deyəndə. Burada are köməkçi fe'lindən istifadə olunur. Misal gətirək. Deyirəm ki, sən, məsələn, həkimsən. Həkimsən. Ay, üzr istəyirəm. Həkimsən. Sən həkimsən. Sən həkimsən deyəndə, yəni səni gətirirəm, təbii ki, şəxs əvəzliyimizi you və yaxud da siz də deyə bilərik. İndi mən burada sən həkimsən təkdə götürdüyümə görə artıq mən burada nə etməliyəm? Artikelimi təkdə qoyacağam. Amma səndən you'dan sonra köməkçi fe'limiz hansıdır? Burada are oldu. You are təklikdə olduğuma görə isimim. You are a doctor.
You are a doctor. You are a doctor. Sən həkimsən. Yaxşı, amma belə deyə bilərdim. Məsələn, ismimi cəmdə gətirsəydim, desəydim ki, siz həkimsiniz, onda mənim ismim cəmlənəcəkdi. Deyəcəkdim you are, artıq e artiklını qoymayacaqdım. Deyəcəkdim ki, you are doctors. Sözün sonuna s artırmalıyam. Doctors. You are doctors. Yəni siz həkimsiniz. Okay, bu belə. Sonra gəlirik üçüncü şəxsimizə. Üçüncü şəxsimizdə necə istifadə olunacaq? Məsələn, misal götürək. Deyirəm ki, üçüncü şəxsimizdə əvvəl bunu deyim, köməkçi feilimiz bizdə is olacaq. Köməkçi feilimiz is qalır burada. Yəni, üçüncü şəxsdə həm kişi cinsində, həm qadın cinsində izdən istifadə edirik, həm də cansızlarda izdən istifadə edirik. Bunların üçü də bizdə he, she, it üçündə də, yəni üçüncü şəxsdə də izdən istifadə olunur. Hərəsinə aid nümunə yazaq. Məsələn, deyirəm ki, o müəllimdir. Gətirək. O müəllimdir. O müəllimdir. O müəllimdir. Aha, indi nə etməliyik? Şəxsimiz nə oldu kişi cinsində? He ilə dedik ki, köməkçi feilimiz is istifadə olunur. Müəllim də təkdə olduğuna görə e artiklı gətiririk və müəllim sözümüzü də yazırıq. He is a teacher. Sonra qadın cinsində, məsələn, deyirəm ki, nə deyək? Məsələn, o, bir dəqiqə, gətirək, məsələn, qadın cinsində deyirəm ki, o tələbədir. Bu niyə onu yazmır? Dəqiqə. O tələbədir. O tələbədir qadın cinsində. Bu zaman nə etməliyəm? Yenə is gələcək. Deməli, she is a tələbə nə idi? Student. Student. She is a student. Gördüyünüz kimi, burada yenə is köməkçi feilinə istifadə olundu. Cansız bir şeydə necə istifadə edə bilərik? Məsələn, deyirəm ki, o itdir. O itdir. Və yaxud da nə bilim, kitabdır. Nə istəsəz qoya bilərsiniz. Məsələn, onu gətiririk. O'muz nə idi? It. Itlə dedik nə istifadə olunur köməkçi feilimizdə? Is. It is a dog. Çünki itimiz təşlikdədir. It is a dog. Və yaxud da it is a book. O kitabdır. Yəni, istədiyiniz sözü qoya bilərsiniz. Bu belə. Sonra gəlirik burada bizim we, yəni biz şəxs əvəzliyimizə. We dedik ki, biz deməkdir. Bizdə də yenə də are-dan istifadə olunur. Hətta bunu balaca ilə yazım. Are-dan istifadə olunur. Misal, deyirəm ki, biz məsələn, həkimlərik. Həkimlərik. Biz həkimlərik. Gördüyünüz kimi, burada artıq cəm var. Biz cəmlənmə verəndə artıq e artiklından istifadə etmirik. Deyirik ki, we are, köməkçi feilimiz are olacaq. We are doctors. Artıq baxın, burada cəmdə verməliyəm. We are doctors. We are doctors. Gördünüz, artıq cəmləndi. Çünki bizim isimimiz tək olsaydı, buradakı s-i siləcəkdik. Elə bir şey, həkimdən qabaq biz e artiklını qoyacaqydıq. Sonra deyirəm ki, onlar. Onlarla da yenə are istifadə olunur. Desəm ki, onlar, misal olaraq götürək, onlar müəllimlərdir. Onlar müəllimlərdir. Buradakı isimləri özüm eyni verirəm ki, yəni görün ki, eyni olanda, yəni burada tək isimlərdə necə istifadə olunur, cəmdə necə istifadə olunur. Ona görə isimləri dəyişmirəm. Deməli, onlar müəllimlərdir. Bunu deyəndə artıq onlarla biz dedik ki, bizim köməkçi feilimiz nə istifadə olundu? Are. They are. Müəllimlər cəmdə olduğuna görə biz artıq e artiklından istifadə etmirik. Ona görə də nə deməliyik? Teachers, müəllimləri cəmdə deyirik. Teachers.
Onlar müəllimlərdir. Bu bizim to be feilimizin, yəni köməkçi feilimizin cümlələrimizdə istifadə qaydasıdır. Gələn dərsimizdə bunun artıq necə inkar etmək lazımdır və yaxud da necə suala çevirmək lazımdır. Bu dərsi öyrədəcəm inşallah. Ümid edirəm ki, faydalı olar.